Baxaq, yazır. Deməli, Matkar pluginini mən əvvəlcə bir dənə videonu göstərim ki, Matkar plugini nə tür bir şeydir. Model Animation-dan görüm əgər video test populate paper Hagan Animation test ki, burada Matkar plugini budur. Maşının aması, əsasən dönüşü, hər bir şey realistik olmalıdır. Sadəcə bir neçə düyməni oyunlarda olduğu kimi hərəkət etdirirsən, bu şəkildə də maşın ona uyğun reaksiya verir. Yəni, əgər qəfil dönmüsənsə, maşın ona avtomatik olaraq arxa təkərlərin sürüşməsi və yaxud da sürüşməməsi, yəni asfalta yapışı və ümumiyyətlə bilirsən, ciplərdə arxa təkər sürüşmür, asfalta yapışır, sərt bir şəkildə dönür. Digər 1 tonluq maşınlarda, məsələn, adi burada gördüyümüz Audi'dir. Oldu maşın arxa təkər mütləq sürüşür. Və həddən artıq çox sürüşmə olduğunda isə 2 təkər qalxır düşür. Bu şəkildə. Bunu işləməyə başladı. Buradan mən Tırdamak'ın içində və gelini göstərirəm. Enter düyməsinə vururam, maşın düşür və onu hərəkət etdirirəm. Page up deyim. Verdim, saxladım. Amma əsasən hiss edə bilirəm. Döndərirəm. Tam oyunlarda olduğu kimi. Ayarlanıb buradan oyunlara belə atıla bilər. Page down deyirəm, arxaya doğru verirəm. Deyək ki, bu şəkildə. Verdim, dayandırdım, sürüşdü. Bunu özümüz ayarlayırıq. Sürüşsün mü, yoxsa sərt bir şəkildə mi dayansın? Bunun hamısını özümüz ayarlayırıq. Geçsin qabağa, sürətinə qədər. Hamısını özümüz əllə ayarlayırıq. Biz bunu sıfırdan yığmağa başlayalım. Perspektiv Alt W. Perspektivdən baxım mən videoda. Bütün matkara aid olanları siləcəm. Sadəcə bizim plane bu müstəvimiz qalacaq. İlk öncə zamanı ən başa verək. Matkarı silirəm. Bizim frontdan baxa, bizə yalnız maşının korpusu qalmalıdır. Yazır mı videomuz? Yazır. Sadəcə maşının korpusu, bir də yerdəki plugin. Burada bizim bir də amortizasiyalarımız var. Suspensiyon dillərdə, amortizator. Onları da ləğv edək, götürək oradan. Maşın əslində korpusunu gizlətsək, görünəcək. Görürsən, amortizatorlar var, onları da ləğv edin. Bunlar renderdə görünməyənlərdir, əslində. Bunları sildim. İndi ən sıfırdan başlayaq. Unhide al. Deməli, bizim bir, görürsən, maşından yerdədir. Bax, arada müəyyən bir məsafə var. Deyək ki, F3 vururam. Bizim müstəvimiz burada. Maşın yuxarıdan aşağı düşəcək, projikmi ondan sonra hərəkət edəcək. Yəni, ümumiyyətlə, amortizasiyanı təyin etmək üçün də yuxarıda qalması məsləhətdir. İlk görəcəyimiz iş nədir? Bu plane'i düşünməyək. Avtomobilin sırf özünü düşünək. Gizlədirəm plane'i. Hide select edib gizlədirəm. Elə bil ki, hansısa bir internetdən götürə bilərsən maşın modeli və yaxud da başqa bir yerdə. Mən sən hazır məsələn deyək ki, maşın modelləri vermişim. Məsələn, istifadə etməksən. Realistik şad edirik, qaranlıqlar itsin, kölgələr itmiş olsun. İlk görəcəyin iş maşının korpusunu ayrıca qruplamaq, maşının təkərlərini ayrıca qruplamaqdır. İlk görəcəyin şey budur. Bax, çəkirəm qırağa, görürəm ki, maşının korpusu adlı eyni bir qrup şəklindədir. Adını da yaza bilərsən, korpus və yaxud da gövdə yaza bilərsən. Burada deyək ki, korpus yazdım adını. Təkərlərini isə ayrı şəkildə qruplayırsan. Təkərin diskisini və s. və s. Məsələn, tormozdur, məsələn, ümumiyyətlə, içəridə o tormozun dirəndiyi dəmir midyə nədirsə, adını tam bilmirəm. O da ayrı bir qrup şəklində olmalıdır. Çünki dönən hissələrdir bunlar. Kontrol etsin. Bunlar dönənlərdir. Yəni, maşının bütün təkərlər ayrı bir şəkildə buradan qruplanmış şəkildədir. Təkərlər isə ayrı bir şəkildə qruplanmış şəkildədir. İlk görəcəyimiz iş budur. Və bütün hamısını işarələyirəm. Hamısının fırlanma mərkəzi tam həmin modelin mərkəzində olmalıdır. Affect pivot only, center to object, affect pivot only. Bağladım. Yəni, hamısının tam, görsən, fırlanma mərkəzi onun tam mərkəzində, tam ortasındadır. İlk görəcəyimiz iş bunlardır. Ondan sonra gövdəni gizlədirəm. Maşının təkərlərinin ön və ya arxa təkərin olmasının heç bir əsas fərqi yoxdur. Tutması tutdu yenə. Edəməm. Deməli, ilk görəcəyimiz iş təkərlərə deməli, well. Bunun üçün
Well, yəni təkərlərin fırlanan, dönən olduğunu göstərməkdən ibarətdir. Bunun üçün biz deməli helpers'dan matkar, buradan da well deyirəm, çəkirəm. Yəni ölçüsü çox önəmli deyil, ölçüsünü əllə ayarlayacağım. Bunun modifier'inə keçirəm. İlk önəmli tam modelin mərkəzinə doğru yerləşdirməkdən ibarətdir. Bunun üçün alignment deyirəm. Təkərin üzərinə tıklayıram. Çıxan pəncərədə X position, Y position, Z position yerində olduğunu, hamısının işarə olduğunu əmin olam. Pivot point'i və center'a bağlayıram. Bu deməkdir ki, pivot point, yəni modelimin özünü center, daha doğrusu well-ın özünü center, tam target object, yəni təkərin tam mərkəzinə bağla. OK deyirəm. Bu well təkərlərin fırlanan, dönən olduğunu göstərən bir funksiyadır. Matkarın bu funksiyasıdır ki, göstərir. Sadəcə bunun ölçülərini ayarlamaq lazım. İlk növbədə deməli radius olacaq 35,2. Niyə 35,2? Ümumiyyətlə 35,2 olmayacaq. Bunun biraz təkəri böyük olduğu üçün mən buna 36 deyəcəm. 1 tonluq maşınlarda bu deməli bu onu göstərir ki, əgərsə well təkərin içərisinə doğru giribsə, asfaltı bir balda içəri girmiş olur. Təkər əzilmiş formada görsənəcək. O da daha realistik görsənəcək. Əgər çox olarsa, yəni biraz yuxarıya doğru olarsa, təkər göydə qalacaq. Asfaltdan yuxarıda hərəkət etmiş olacaq. O da ki, realistik görsənməz. Yəni o təkərin asfalta yapışıqlığını və s. təyin edən bir şeydir. Bu tərəfə baxaq 18. 18 bu sırf isə bu tərəfi maşının abarotuna daha çox manevrini təyin edən bir şeydir. Yəni daha enli olması asfalta yapışıran anlamdadır. Normalda bilirsən, ciplərdə daha təkərlər asfalta yapışır, daha enli təkərlər onun üçünsə bizdə amma 1 tonluq maşınlarda, yəni belə bir maşın ya da olsun Audi A8, məsələn mən xoşuma sevdiyim maşın Audi A8. Onlarda 18 santimlik qoyur. Məhz təkərin çəkisidir. Normalda bir avtomobildə təkərin çəkisi 50 kiloqramdır ki, biz buna toxunmuruq 50 deyirik. Bu parametrlə işimiz yoxdur. Qrip dəyəri. Qrip dəyəri ancaq manevrdə dəyişdim. Yəni ki, bütün hər şey yığıldıqdan sonra dəyişirik. Əgər arxa təkərdirsə 0,5 verərək arxa təkərlərin sürüşməsini təmin edə bilərik. Yəni tam manevrə bağlanan bir şeydir. Qabaq təkərlər deyək ki, sürüşəcəksə biraz məsələn 1 onsuz onun üçün yaxşıdır. Amma arxa təkərlərin qabaq təkərlərin daha çox sürüşməsi 0,5 dəyəri var. Yəni əgər qrip dəyəri 1-dən çox olarsa, təkər asfalta yapışmış şəkildə ciplərdə olduğu kimi olacaq. 0,5, yəni 1-dən az olarsa manevr etmiş, drifting edəcək. Yəni təkər abarotda, yəni dönəndə reski dönübsə sürüşəcək bu şəkildə. Və bu dəyəri o bir təkərlərə də tətbiq etmək lazımdır. Dərsi bir neçə hissəyə bölərik biz. Deməli, buradan çıxartdım, instans olaraq çıxarım. Çünki əgər yanakı təkərlərsə ya arxadılar, ya qabaqdılar. Onları instans olaraq çıxardıram və mirror demək olmaz. Çünki mirror dediyimizdə well təkərləri tanımayacaq. 180 dərəcə döndərirəm. Alignmentlar təkərin tam mərkəzinə doğru pivot, center və hər üç koordinat sistemi aktiv olduğu halda. Arxa təkərə çıxartdığımda copy deyirəm. Tam mərkəzinə yerləşdirirəm. Digər təkərə kopya çıxaranda isə instance deyirəm. Çünki ikisi də ya arxadılar, ya qabaqdılar. Və 180 dərəcə döndərirəm. Alignmentla tam mərkəzinə yerləşdirirəm. İndi bizim görəcəyimiz növbəti iş, biz ilk növbədə plane-də gizlədək. Görəcəyimiz növbəti iş təkərləri well-a bağlamaq, yəni fırlanın olduğunu həqiqətən təsdiq etmək. Bunun üçün isə select and link deyərək əvvəlcə təkərə işarə edirəm, sonra well işarə edirəm. Bu mütləqdir. Öncə təkərə, sonra well-a. Öncə təkərə, sonra well-a. Öncə təkərə, sonra well-a. Öncə təkərə və sonra well deyirəm. Bu şəkildə təkərlər buna uyğun, yəni well-a uyğun dönmüş olacaq. Unhide al. Maşının deməli bizdə bu istiqamətdədir. Bunu təyin edirdim. Q dedim. Hide selected. Bunu da hide select edirəm. İndi amortizator düzəltməliyik. Bunu da yenə ölçü önəmli deyil. Well deyil, chassis, suspensiyon. Bizim suspensiyon amortizator deməkdir. O da ölçü heç önəmli deyil. Hər hansı bir ölçüdə çəkirəm, sonra ölçünü özüm ayarlayıram, modifier'dan. Bunun üçün length dəyəri olacaq 35,2. Deyək ki, 35 olsa bizim üçün önəmlidir, vardır. Yəni 1 tonlu maşınlarda 35 dəyəri bizim üçün daha şey görsən, yəni manevri falan, amortizatorası ümumiyyətlə də purjun sistemi çox daha yaxşı təsir göstərir, manevr edir.
Allegan deyərək təkərin tam mərkəzinə doğru yenə də bu şəkildə yerləşdirirəm və buna bir balaca parametrlər düzəldir. Biz arxa təkər olduğunu yəni nəzərə alsaq ki, unhide al deyirəm. Biz görürük ki, bunlar qabaq təkərdir, bunlar arxa təkərdir. Hide select et. Suspensiyonu işarələyirəm. Arxa təkərdirsə, mən arxa təkərlədim. Mən indi qabaq təkərlərini istəyirəm dönməsini və s. ya da arxa təkərlərin dönməsini istəyirəm. Bunu buradan ayarlaya bilərik. Top stop 20 olacaq, bottom stop -30 olacaq. Bunlar nəyi təyin edir? Bu deməkdir ki, 20 santim yuxarıya doğru qalxmasına icazə verilir. Yəni korpusuna -30 santim o deməkdir ki, təkər -30 santima qədər krillin içinə girə bilər. Tam əyilməni təyin edir. Yəni aborotda bilirsə maşın əyilir. Əgər əyilirsə -30 santim, 30 santimdə burada -30 göstərir. 30 santim krillin içinə girəcək. Amma ondan sonrası mütləq ya iki təkər qalxacaq ya da aşacaq. -30, yəni 30 santim krillin içinə girəcək. Biraz o biri tərəfdə 20 santim yuxarı qalxma ehtimalı var. While drive deyirəm, arxa təkərlərdə isə bu qalaçıqalar bizdə yandı. Bu pasiv haldadır. Damper həmişə 6,5-dir. Bu amortizasiyanı təyin edən bir parametrdir ki, maşın necə bir reaksiya verəcək. Əgər bir çuxura düşərsə və ya da bir hündürlükdən aşarsa. Eyni şəkildə öncə instance deyərək bunu 180 dərəcə döndərirəm və tam təkərin mərkəzinə doğru yerləşdirdim instance olaraq. Qabaq təkərlərdə isə kopya olaraq çıxardıram. O birisi təkərə dediyimizdə, o birisi daha növbəti ön təkərə dediyimizdə instance olaraq deyirəm və döndərirəm. Bu şəkildə tam mərkəzinə doğru yerləşdirmiş oldum. Amma ön təkərlərdə belə bir xüsusiyyət var ki, biz tutalım ki, qabaq təkərlərin deyək ki, manevrini deməkdir, yəni hərəkət etdirməsini istəyirəm. Məsələn, avtomobil bilir ki, arxa təkəri ilə hərəkət edir, yəni qabaq təkərlə. Mən məsələn, qabaq təkərini istəyirəmsə, qabaq təkərləri yerində dönərək hərəkət etsin. Bunun üçün əvvəl drive yandırıram və handbrake-i söndürürəm. Sonradan bunu dəyişmək də mümkündür. Eyni parametr olduğu kimi qalacaq, başqa parametr qalacaq. Qalır bizdə chassis və ya başqa parametrlər və s. Unhide al deyərək geri qaytarıram, Ctrl S deyirəm. Əgər videonun 10 dəqiqəni aşıbsa, 12 dəqiqə olur. Bunu saxlanıb edək, sonra davam edək.